Gəlin söhbətə birbaşa bir sualla başlayaq. Bir insan həyatının qiyməti nə qədərdir? Çox ağır sualdır. Bəlkə də daha doğru sual budur. Bir insanın ümidsizliyinin qiyməti nə qədərdir? Bugün sizin bizə təqdim etdiyiniz mənbələr bizi məhz bu sualların cavabını axtaran çox qaranlıq bir dünyaya aparır. Tamamilə. Bu, insan alveri, qlobal orqan bazarı və gözlənilməz qətillərlə dolu bir hekayədir. Və hər şey Milandakı Malpensa hava limanında başlayır. Pekindən gələn bir təyyarə eniş edir, adi bir gün, adi bir reys, amma təyyarədəki sərnişinlərdən biri, Wu Yansong, təyyarə yerə enən an ölür. Və bu, hekayənin sonu deyil əslində, sadəcə başlanğıcıdır. Bəli, Wu'nun ölümü sadəcə bir təsadüf və ya, belə deyək, adi bir tibbi problem deyil. Bu hadisə bir pərdəni qaldırır və arxasında sərhəd, qanun, insanlıq tanımayan milyardlarla dollarlıq bir sənayeni bizə göstərir. Yəni, bizim bugünkü məqsədimiz təkcə bu cinayət hekayəsini danışmaq deyil. Qətiyyən, məqsədimiz sizin mənbələrinizdəki o ipuclarını, o kiçik detalları birləşdirməkdir. Anlamağa çalışacaq ki, Wu Yansong'un o faciəvi taleyi daha böyük, daha mürəkkəb bir sistemin sadəcə kiçik bir halqasıdır. Gəlin bu tapmacanın hissələrini bir-bir yerinə qoymağa başlayaq. Elə isə, gəlin ən başa qaydaq. Bu sistemin ilk qurbanı. Wu Yansong kim idi? Və o, niyə o təyyarədə idi? Məncə onun hekayəsi bu şəbəkənin necə işlədiyini anlamaq üçün açar rolunu oynayır. Məsələ, Wu Yansong və sevgilisi Ma Yong, onlar daha yaxşı bir həyat qurmaq ümidi ilə İtaliyaya gələn minlərlə Çinli mühacirdən yalnız ikisi idi. Amma bu yeni həyatın bir qiyməti var idi. Həmişə olduğu kimi. Bəli, onlar Şeto kimi tanınan insan alverçilərinə, yəni onları İtaliyaya gətirən o ilan dilli adamlara $25.000 borclanmışdılar. Təsəvvür edin, bu onların üzərində asılı qalan, onları daim təzyiq altında saxlayan bir yük idi. Və vəziyyət getdikcə daha da pisləşir. Mənbələrdə qeyd olunur ki, Ma Yong astma xəstəliyinə tutur, işləyə bilmir. Bu da o deməkdir ki, borc getdikcə böyüyür. Düzdür və məhz bu an, onların o ən ümidsiz, ən zəif anı Shi To üçün bir fürsətə çevrilir. Yırtıcılar kimi. Bəli, yırtıcıların öz qurbanlarının ən zəif anını gözləməsinə bənzəyir. Onlara bir təklif edirlər. Təklif çox sadədir. Wu Pekinə gedəcək, orada kiçik bir əməliyyat keçirəcək və bütün borcları silinəcək. Kiçik bir əməliyyat. Bəli, dırnaqarası. Mənbələrdə hətta Wu'nun boynundakı o nefrit daşından olan Guanyin ilahəsi medalyonundan da bəhs edilir. Bu mərhəmət ilahəsidir. Yəqin ki, o həm xorxusunun, həm də kiçik bir ümidinin simvolu kimi o medalyonu taxırdı. Amma Pekindəki o lüks klinikada baş verən əməliyyat heç də kiçik deyil. Onun qaraciyərinin sağ payı, yəni orqanın təxminən 60% kəsilib götürülür. 60%. Bu demək olar ki, orqanın əsas hissəsidir. Bəli, tamamilə. Və o, İtaliyaya qayıdarkən təyyarədə ölür. Tibbi səbəb kimi yayılmış damardaxili laxtalanma göstərilir. Bu nə deməkdir? Biraz aça bilərik. Sadə dildə desək, bədənin özünə qarşı üsyanıdır. Belə ağır bir əməliyyatdan sonra bədəndəki bu bütün qan laxtalanma mexanizmləri həddən artıq işləyir və bir anda tükənir. Nəticədə bədənin hər yerində kütləvi daxili qanaxmalar başlayır. Wu'nun bədəni bu amansız müdaxiləyə dözə bilməyib. Amma polisin işi bununla bitmir. Əksinə, əsl müəmma indi başlayır. Bəli, çünki meytin üzərindən çıxan pasport Wu Yansong'a aid deyil. Pasport Guo Xiaolong adlı başqa bir şəxsindir. Bu inanılmazdır. Deməli, polisdə kimliyi bəlli olmayan, böyük bir əməliyyat izi olan və saxta pasportla səyahət edən bir cəsəd var. Hadisə yerinə gələn patoloq Tommy Davis yarmanı həyata keçirir və dərhal anlayır ki, bu adi ölüm deyil. Bəs polis o pasportun əsl sahibini Guo Xiaolong'u tapanda nə olur? Onu Milandadakı evində sağ-salamat tapırlar. Adamın heç nədən xəbəri yoxdur. Necə yəni? Deyir ki, pasportun bir neçə həftə əvvəl oğurlanıb. Vəssalam. Beləliklə istintaq tam bir dalana dirənir. Əllərində kimliyi bilinməyən bir qurban var. Amma bu hekayənin faciəvi tərəfi təkcə Wu'nun ölümü ilə bitmir. Onun arxada qoyduğu sevgilisi Ma Yong'un taleyi.
Məncə bu, sistemin qəddarlığını daha aydın şəkildə ortaya qoyur. Düzdür, bu hekayənin bəlkə də ən ürək ağrıdan hissəsidir. Wu öldükdən sonra Shi-Tu Ma Yong'u qaçırır. Onu fahişəliyə məcbur edirlər və sonra Sonra nə? onun da orqanlarını yoxlamaq üçün ultrasəs müayinəsindən keçirirlər. Bu o deməkdir ki, o da növbəti donor olmaq üçün hazırlanırdı. Onun sonraki taleyi isə Qaranlıq qalır. Bu sadəcə bir insanın ölümü deyil, bu bir cütlüyün bütün arzularının məhv edilməsidir. Və bu nöqtədə hekayə fərdi bir faciədən çıxıb qlobal bir sistemə çevrilir. Çünki bu tək bir hadisə deyil. Patolog Tommy'nin jurnalist dostu Abissonun təcrübəsi sizin mənbələrinizdəki əsas məqamı ortaya çıxarır. Bu, transplant turizmi adlanan bir reallıqdır. Bu problemin nə qədər geniş yayıldığını göstərir. gəlin burada bir anlıq dayanaq. Çünki bu, məsələnin mahiyyətini anlamaq üçün çox vacibdir. Abisson nə edir və onun təcrübəsi bizə bu qara bazar haqqında nə öyrədir? Deməli, Abisso bu şəbəkənin necə işlədiyini anlamaq üçün özünü böyrək axtaran varlı bir Avropalı xəstə kimi təqdim edir və Katmanduya, Nepala gedir. Nepalda. Bəli, orada bir vasitəçi ilə görüşür və öyrəndikləri həqiqətən şok edicidir. Ona cəmi $4000 sağlam gənc bir donordan böyrək təklif edirlər. Cəmi 4000. Bəli, cəmi $4000. Və təkcə bu da deyil. Daha da irəli gedib deyirlər ki, saxta sənədlər hazırlayıb o donoru sənin rəsmi oğlun kimi göstərəcəyik. İnanılmazdır, yəni əməliyyat tam qanuni görünsün deyə. Tam olaraq. Bu, bütün prosesin nə qədər mütəşəkkil olduğunu göstərir. Bu, sadəcə küçədə edilən bir alver deyil. Bu, sənədləşməsi, lojistikası, tibbi prosedurları olan bir biznesdir. Bir tərəfdən tələb var, digər tərəfdən təklif. Əlbəttə, bu, iqtisadiyyatın ən amansız qanunlarından birinə, tələb və təklifə əsaslanır. Kasıb ölkələrdəki ümidsiz insanlar Wu Yaosun kimi təklif tərəfidir. Varlı ölkələrdə orqan növbəsində illərlə gözləyən xəstələrsə tələb tərəfidir. Bu cinayətkar şəbəkələrdə sadəcə bu iki tərəfi birləşdirən amansız vasitəçilərdir. Və aradakı boşluqdan milyardlar qazanırlar. Məhz elə. Abissonun təcrübəsi göstərir ki, bunun başına gələnlər Milanda təcrübə olunmuş bir hadisə deyil, qlobal bir konveyerin parçasıdır. Beləliklə, bir tərəfdən jurnalist Abisso bu qlobal şəbəkəni araşdırır, digər tərəfdən Milanda patolog Tommy hələ də o kimliyi bilinməyən cəsədin sirrini açmağa çalışır və cavabı heç gözləmədiyi bir yerdə öz şəxsi həyatında tapır. Bəli, bu hekayənin tamamilə istiqamətini dəyişən bir məqamdır. Əsl dönüş nöqtəsi budur. Necə olur bu? Tommy, sevgilisi Vera Demirinin rəhbərlik etdiyi tibb mərkəzinin sənədlərini araşdırır və şübhəli bir şey aşkarlayır. Gecə saatlarında qeyri-iş vaxtı gizli ultrasəs müayinələri aparılıb. Və bu müayinələrdən birinin nəticəsi onun diqqətini çəkir. Müayinədə görünən qaraciyərdəki kiçik bir kist. Bir dəqiqə. Bəli, o kist Tommy'nin meyiti yararkən Wu Yansong'un qaraciyərində gördüyü eyni kistlə tamamilə üst-üstə düşür. Yox artıq. Bu o deməkdir ki, Wu'nun əməliyyatdan əvvəlki son müayinələrindən biri məhz Tommy'nin sevgilisi Vera'nın klinikasında aparılıb. Bu təsadüf ola bilməz. Mümkün deyil. Bu, Vera'nın bu işin birbaşa içində olduğunu göstərir. Tommy'nin bu xəyanəti anlayanda nə hiss etdiyini təsəvvür etmək belə çətindir. Dəhşətdir. O anlayır ki, axtardığı o qlobal cinayət şəbəkəsinin bir qolu elə onun öz evində, sevgilisinin fəaliyyətindəymiş. Vera təhlükəni dərhal hiss edir. Əlbəttə hiss edər. Tommy'nin nəsə bildiyini anlayır və onu özündən uzaqlaşdırmaq üçün təcili şəkildə ondan ayrılır. Amma bu, onu xilas etmir. Elə həmin axşam Vera öz evində öldürülür. Və əlbəttə ki, hadisə yerinə ilk gələn Tommy olur, bütün sübutlar onun əleyhinədir. Meyitin yanında əlləri qanlı vəziyyətdə tapılır. Bu, çox klişe səslənir, elə deyilmi? Elədir. Polis həqiqətən təcrübəli bir patoloqun cinayət yerində bu qədər kobud bir səhv edəcəyini inanırdı. Yoxsa bu, şəbəkənin onu hədəfə almaq üçün nə qədər arxayın olduğunun bir göstəricisi idi? Bu, çox yaxşı sualdır. Əslində, hər ikisidir. Şəbəkə o qədər güclü və özündən əmindir ki, bütün sübutları Tommy'nin üzərinə yıxaraq onu asanlıqla aradan qaldıra biləcəklərini düşünürlər. Vera'nın öz şəbəkəsi tərəfindən aradan qaldırıldığı aydındır.
Çünki artıq zəif bir halqaya çevrilmişdi. Bəli, çox şey bilirdi. Amma polis kapitanı Pauli Tomminin hekayəsindəki bəzi boşluqlardan şübhələnir və riskli bir oyuna başlayır. O, Tommini həbsdə saxlayır, amma onu tələ kimi istifadə edir. Gözləyir ki, əsl qatil arxayınlaşsın və bir səhv etsin. Və təhqiqat dərinləşdikcə Vera'nın keçmişi ilə bağlı daha dəhşətli faktlar üzə çıxır. Məlum olur ki, onun qardaşı Mateo Demiri. O adi bir cinayətkar deyil. Heç də deyil. Onun keçmişi daha qanlıdır. Məlum olur ki, Mateo Demiri Kosova müharibəsi zamanı baş vermiş dəhşətli Sarı Ev hadisələri ilə birbaşa əlaqəli bir fiqurdur. Sarı Ev. Qədər təcrübəli, amansız və köklü bir keçmişə sahib olduğunu göstərir. O, bu işə dünən başlamayıb. Bu, onun üçün bir növ ailə biznesidir. Deməli, bu sadəcə bir klinikanın işi deyil. Daha böyük, beynəlxalq bir cinayət ittifaqıdır. Bəs bu şəbəkənin strukturu necədir? Kim hansı rol oynayır? Mənbələriniz bunu bir növ cinayət franşizası kimi təsvir edir. Gəlin belə düşünək. Çinin Triada təşkilatı Wu Yaoson kimi borc içində üzən çarəsiz donorları tapıb təmin edir. Onlar, belə deyək, ham mal mənbəyidir. Anladım. İtaliyanın Camorra mafiyası isə lojistika, təhlükəsizlik və gizli klinikalar üçün məkanları təşkil edir. Onlar yerli infrastrukturu təmin edirlər. Vera'nın klinikası kimi tibbi cəbhələr isə bütün bu qeyri-qanuni prosesi qanuni bir səhiyyə xidməti pərdəsi altında gizlədir. Əməliyyatları isə Professor Humpke adlı yüksək ixtisaslı, amma vicdanını itirmiş bir Alman cərrah həyata keçirir. Belə mürəkkəb və güclü bir şəbəkənin üstü necə açılır bəs? Onlar kiçik bir səhvlə bütün imperiyanın dağılmasına necə imkan verirlər? Səhv adətən insan faktorundan qaynaqlanır. Mateo Demiri bacısı Vera'nı öldürdükdən sonra özünü çox güclü hiss edir. Tommy həbsdə olduğu üçün arxayınlaşır. Amma səhvə yol verir. Bəli. Amma Tommy həbsxanadan polislə gizli əməkdaşlıq edir. Vera'nın telefonundakı bəzi məlumatları deşifrə etməyə kömək edir. Və bu məlumatlar polisi birbaşa şəbəkənin əsas əməliyyat mərkəzinə aparır. Camazo qəsəbəsi yaxınlığındakı San Giovanni Bonora adlı tərk edilmiş bir sanatoriyada yerləşən gizli klinikaya. Və polis basqını başlayır. Bəli, polis klinikaya basqın edəndə hər şeyin mərkəzini tapır. Mateo Demiri orada həbs olunur. O, dindirmə zamanı etiraf edir ki, bacısı Vera'nı mübahisə zamanı təsadüfən itələyərək öldürüb. Ancaq sonra vəziyyətdən istifadə edərək, bunu planlı bir qətil kimi göstərib, bütün günahı Tomminin üzərinə atmağa qərar verib. Beləcə, hekayənin cinayət tərəfi həll olunur, Tommy azadlığa çıxır, Mateo həbs edilir, amma bu nədənsə bir qələbə kimi hiss olunmur. Olmur çünki deyil. Çünki hekayənin əvvəlində də dediyimiz kimi, bu daha böyük bir sistemin sadəcə bir parçası idi. Mateo kimi fiqurlar həbs olunsa da, arxadakı sistem fəaliyyətini davam etdirir. Tam olaraq. Bu çox vacib bir məqamdır. Mateo Demiri, Professor Humpke, hətta Vera. Onlar hamısı icraçılardır. Sistemin əvəz edilə bilən vintləridir. Onların arxasında dayanan, mənbələrinizdə adı çəkilən o beynəlxalq investisiya fondları, Triada və Camorra kimi qlobal mafiya şəbəkələri isə fəaliyyətlərini davam etdirir. Bu sadəcə Ahtapotun bir qolunun kəsilməsi idi. Ahtapotun özü isə hələ də dərinliklərdə yaşayır və yeni qollar uzadır. Yaxşı, bəs bütün bunların mənası nədir? Bu, mürəkkəb və qaranlıq hekayənin sonunda biz hansı nəticəni çıxarmalıyıq? Məncə, əsas nəticə odur ki, qlobal iqtisadiyyatın və texnologiyanın görünən tərəfi qədər bir də onun kölgə tərəfi var. Orqan ticarəti bu kölgə iqtisadiyyatının sadəcə bir sahəsidir. Bu bizə göstərir ki, ümidsizlik və yoxsulluq olduğu müddətcə onlardan mənfəət güdən sistemlər də hər zaman mövcud olacaq. Və bu, sadəcə Çin və ya İtaliya ilə məhdudlaşan bir problem deyil. Qətiyyən. Bu, sərvətin və imkanların qeyri-bərabər paylandığı hər yerdə baş verə biləcək bir faciədir. Bu hekayə bizə həqiqətən də çox şey öyrətdi. Söhbətimizin sonunda mən dinləyicimiz üçün bir fikir buraxmaq istəyirəm. Biz Wu Yaosong'un qaraciyərinin bir hissəsinin alındığını öyrəndik, amma heç vaxt öyrənə bilmədik ki, o orqan kimə köçürüldü. O orqanla həyatına davam edən o varlı müştərinin hekayəsinə oldu. O, heç vaxt bildimi ki, onun yeni həyatı başqa bir insanın ümidsizliyi və ölümü üzərində qurulub. Və bəlkə də ən narahat edici sual budur.
Gündəlik həyatımızın pərdə arxasında səhiyyənin, texnologiyanın imkanlarından istifadə edərək fəaliyyət göstərən daha neçə belə gizli və amansız şəbəkə mövcuddur. Məncə, bu suallar haqqında düşünməyə dəyər.